Hörmətli dinləyicilər, dəyərli müəllimlər və əziz məktəb yoldaşlarım, sizi ürəkdən salamlayıram. Mən Məhərrəm Sahib, Gələcəyin İşığı FM radiosunun aparıcısı və Yuxarı Nüvədi Kənd Tam Orta Məktəbinin 6A sinif şagirdi olaraq bugün sizlərlə çox önəmli bir mövzuda 9 noyabr Dövlət Bayrağı günü ilə birlikdə olmağı böyük qürur kimi qəbul edirəm. Bu verilişdə biz bayrağımızın tarixindən, simvolikasından, dövlətçiliklə əlaqəsindən, gənclərin bu simvolla olan münasibətindən və bayrağa olan hörmət haqqındakı missiyamızdan geniş danışacağıq. Məqsədim sizin qəlbinizə istiqamət verən, ruhunuzu oyadan və düşüncənizi zənginləşdirən bir çıxışı təqdim etməkdir. 9 noyabr Dövlət Bayrağı günü Azərbaycan Respublikasının milli simvollarından biri olan dövlət bayrağının xalqa xatırladılması, onun yüksək məna və dəyərin ifadə edilməsi məqsədi ilə təsis edilmiş bir rəsmi gündür. 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə bu tarix ölkəmizdə hər il Dövlət Bayrağı günü kimi qeyd olunmağa başlamışdır. Lakin bayrağın özü daha dərin tarixə bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti üçrəngli bayrağı rəsmi dövlət atributu kimi qəbul etmiş. Bu addımla yeni yaranan Respublikanın dövlətçilik simvolunu müəyyənləşdirmişdir. Sovet hakimiyyəti dönəmində bu bayraq rəsmi statusunu itirsə də bizim milli xatirəmizdə qaldı və 1991-ci il fevralın 5-də yenidən dövlət bayrağı kimi rəsmiləşdirildi. Bu şəkildə bayraq həm tariximizdə davamlılığı, həm də dövlətçiliyimizin bərpasının simvolu oldu. Qanunvericilik baxımından Azərbaycan Respublikasının dövlət bayrağı haqqında qanun bayrağının formatını, istifadəsini, qorunmasını və cinayət məsuliyyətini müəyyən edir. Bu qanunda bayrağın ölçüsü, rəng nisbətləri, istifadə qaydaları, dövlət orqanlarının bayrağa yanaşması və vətəndaşların məsuliyyətləri əksini tapmışdır. Bayrağa fiziki və mənəvi hörmətin təmin edilməsi, onun təhqir olunmasının qarşısının alınması mexanizmlər qanunla qorunur. Dövlət bayrağımızın hər elementi, rənglər, forma, ay və 8 güşəli ulduz xüsusi məna daşıyır. Bu simvollar yalnız dekorativ detallar deyil, xalqımızın kimliyini və ideallarını ifadə edən rəmzlərdir. Rənglər göz olaq türk mənsubiyyətimizi, etnik köklərimizi, mədəni genetik əlaqələrimizi simvollaşdırır. Göy rənginə həm də səmavi məna, hürriyyətə çağırış mənası verir. Qırmızı zolaq milli azadlıq, müasirləşmə, meyilli, güc, canlılıq və inkişafı simvolizə edir. Yaşıl zolaq İslam dünyasının adiyyəti, ruhani dəyərləri və mənəvi bağlılığı təcəssüm etdirir. Ay və ulduz, bayrağın orta zolağında yerləşən ağ, ay İslam rəmzidir. O gecənin qaranlığında işıq saçan, istiqamət göstərən simvol kimidir. Ay simvolu həm də dövrlülük, zaman və yeni başlanğıclar anlamını daşıyır. 8 güşəli ulduz isə simvolik olaraq Azərbaycan sözündəki 8 hərfə işarə kimi izah edilir. Bundan başqa Türk dünyasında 8 istiqamət, şimal, cənub, şərq, qərb və onların arasındakı dörtlük anlayışı ilə əlaqələndirilir. Ulduz milli ideyanı, dövlətçilik istiqamətini, parlaq gələcəyi ifadə edir. Rənglərin və rəmzlərin harmoniyası bayrağa estetik təsir verməklə yanaşı, onun ideya yükünü də artırır. Bu simvollar bir yerdə bizim milli kimliyimizin kodlarını ifadə edir. Bayraq olmadan dövlətçilik təsəvvürü olmaz. Bayraq dövlət atributları ilə birlikdə suverenliyimizin, milli özünə təyinliyi və dövlətçiliyimizin davamlılığını simvolizə edir. Bayraq insanların düşüncələrini, hisslərini və ideallarını birləşdirən mərkəzi rəmzdir. O, müxtəlif regionallardan, müxtəlif dildə danışan nəslin vahid ideya və məfkurədə toplaşmasının göstəricisidir. Bayraq himn və gəlbin yanında rəmzi kommunikasiya rolunu həyata keçirir. O, dövlətin ideyasını xalqla çatdırır, milli mesajları vizual dildə çatdırır. Dövlət atributları insanın gündəlik həyatına ideya qatır və vətənə bağlılığı gücləndirir. Müstəqilliklə birlikdə inkişaf edən dövlətçilik modelində bayraq yalnız tarixi yadigar deyil, o həm günümüzün ayrı-ayrı məqamlarında görünən canlı simvoldur.
Bizim qarşıya qoyduğumuz məqsəd bayrağı sadəcə estetik atributdan çıxarıb hər ürəkdə, hər evdə yaşanan sistem yaratmaqdır. Bayrağa hörmət yalnız duyğu deyil, həm də məsuliyyət tələb edən hüquqi və estetik məqamdır. Bayrağın təhqiri, onun zədələnməsi və ya mənasız istifadəsi qanunda cinayət kimi nəzərdə tutulmuşdur. Dövlət bayrağı haqqında qanun bu cür hallara qarşı hüquqi cəza mexanizmi əhatə edir. Bayrağa hörmət göstərmək üçün müəyyən etik qaydalar mövcuddur. Bayrağın altından keçməmək, onu təmiz saxlamaq, köhnəlmiş bayraqları ehtiyatla dəyişmək, bayrağımız rəmzi görüntü olaraq deyil, simvol kimi qəbul etmək. Gələcək nəslə mesajım budur. Bayrağın dalğası altında yaşa, düşün və yarat. Hər addımda dövlətimizin uğuruna yönəl, milli kimliyimizi gücləndir. Mən inanıram ki, sizin əzmlə, səylə, biliklə hər gün bayrağı yeni nəbzlərlə bəzəyəcək, gələcəyimiz güclü olaraq bayrağımız əzəmətli qalacaq. Hörmətli dinləyicilər, bugün 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə sizinlə birgə olmaq mənim üçün şərəfdir. Bayrağımız yalnız bir parçadan ibarət deyil, o bir xalqın ideyasıdır, bir millətin ruhudur. Gəlin bayrağı yalnız rəsmi günlərdə deyil, hər gün yaşadaq. Düşüncəmizdə, əməlimizdə, hər addımımızda. Mən Məhərrəm Sahib, gələcəyin işığı FM-in radyosunun aparıcısı olaraq sizi bu yolda yanıma olmağa dəvət edirəm. Dinlədiyiniz üçün təşəkkür edirəm. Bayrağımız əbədi olsun.